Salam əziz izləyicilər, bəzi hallarda normal doğuşun gedişində problemlər yaranır və biz təcili keçir əməliyyatı edirik. Bu hallar haqqında məlumat vermək istəyirəm. Belə ki, normal doğuş bəzən başın enməsində və yaxud da uşaqlıq boyunun açılmasında ləngimələr yaranır. Biz dərman müalicəsi ilə bu halı aradan qaldırmağa çalışırıq, lakin effekt almaya bilərik, bu zaman əməliyyat edə bilərik və yaxud da uşağın ürək döngüsündə problemlər yarana bilər. Belə ki, uşağın ürək döngüsü artar və yaxud da ağır hallarda azala bilər. Və ağır hallarda qeyd etmək istəyirəm, uşaqlığın cırılmasına rast gələ bilərik. Xüsusən də qadın əgər əvvəl keçir əməliyyatı keçiribsə və ikincini normal doğuş qərarı almışıqsa və o çapıq normal doğuş zamanı cırıla bilər və yaxud da əvvəldən qadın ginekoloji əməliyyatlar keçiribsə, məsələn, miomektomiya əməliyyatı keçiribsə, yenə də o çapığın cırılması halları müşahidə oluna bilər. Sonra yəqin ki, siz eşitmiş olarsınız, ciftin vaxtından əvvəl soyulması deyilən bir simptom da var, yəni patoloji bir əlamət də var. Cift normalda uşaq doğulduqdan sonra soyulmalıdır, bəzi hallarda isə bunun erkən baş verir. Bundan əlavə göbək ciyəsinin düşməsi müşahidə olunur. Uşağın gəlişinin pozulması, yəni qeyri-düzgün gəlməsi və s. halları da yarana bilər. Bütün bunlar bizim doğuşdan təcili keçir əməliyyatında getməsi hallarının yaranmasına səbəb olur. Təcili keçir əməliyyatına getməyimiz, yəni patologiyanın ağırlığından asılı olaraq təcillik kateqoriyasına bölünür və adətən 5-10 dəqiqə ərzində bu əməliyyat icra olunmalıdır, yəni qərar alınmalıdır. Bütün bizim hədəfimiz həm ananın, eyni zamanda uşağın sağlamlığının qorunmasına yönəlmişdir. Mövzu ilə bağlı suallarınızı şərhlərdə qeyd edə bilərsiniz. Daha çox ginekoloji məlumatlar üçün kanalımıza abunə olun.